Hər vaxtınız xeyir. Bəzən imtahanda iştirak edən abituriyentlərimiz sualların həcmindən şikayət edirlər ki, böyük həcmli suallardır, işləməyə vaxt çatmır. Belə sualları görəndə həm imtahanda şagird qorxuya düşür ki, bu sualı mən necə işləyəcəm, cavabı necə çıxaracağam? Həm də böyük sual olanda o qorxu hissi qoymur ki, sualın doğru cavabını tapmış olsun. Yadınızda saxlayın ki, siz imtahana girəndə, sizin burada biliyinizi nümayiş etdirməyinizdən əlavə bacarığınız da önəmlidir ki, test işləmə bacarığınız. Yüksək bal toplayanların hər biri mükəmməl bilən şagirdlər deyil axı. Kimin bacarığı varsa və müəyyən qədər biliyi varsa, çox olmayıb qarşınıza çıxıb ki, məsələn, görürsünüz ki, normal bilir, amma ondan daha yaxşı bilən az bal toplayır. Niyə? Çünki birinin test işləmə vərdişi yoxdur, birinin test işləmə vərdişi yaxşıdır. Ona görə də uşaqlar, bilməkdən əlavə test işləmə vərdişiniz də yaxşı olmalıdır. Məsələn, bu sualı gördünüz imtahanda, 6-sını da oxumağa gərək yoxdur. Mən sizin yerinizdə olsam, bir tələbə olsam, bu sualı necə işləyərəm? Çünki bunu hazırlıqda siz 6-sını da oxuyun, izah edin. İmtahana hazırlıq müddətində. Amma imtahanda başdan sona qədər hamısını oxuyub vaxt itirməyin. Baxıram ki, mən burada bu suallar, görürəm ki, 3 dənə 5 var variantda. Düzdür? 3-5 var. Bir də baxıram ki, 3 dənə 3 var. Nəyə görə 3-ü götürürəm mən? Çünki əgər 5 səhvdirsə, 5-i çıxsam 3 variant çıxacaq. 3 səhvdirsə, 3-ü çıxsam 3 variantın 3-ünü də çıxıram. Belə. Baxıram 5-ə. 3 fikir olduğu üçün 5-i götürürəm. Əvəzliklərin hər biri müxtəlif məna növündədir deyir. Əvəzliklərin hər biri müxtəlif məna növündədir. Sənin, bu, nəyin? 3 dənə əvəzlik var, 3-ü də şəxs, işarə və sual əvəzliyi. Deməli, 5 variantı düzdür. Və bizdən nə istəyir? Yanlış fikir istəyir. Yanlış fikir istəyir, amma 5 düzdür axı. Deməli, 5 olan variantları çıxdıq. Gördünüzmü? 5 olan variantlar çıxdı, 2 variantınız qaldı. Ya A olmalıdır, ya D olmalıdır. A-da 6 var, D-də də 6 var. Buna da baxmıram. İndi sizin 4 dənə variantınız qalıb. 1, 2, 3, 4. Get bu 4 variantdan ən rahat bildiyin hansıdırsa onu götür işlə. Gəlin baxaq. 1, 2, 3, 4. Məsələn, 3-ə baxıram. Deyir, işarə əvəzliklərindən biri ismi, digəri sifət əvəz edibdir. Baxıram ki, Lalə bütün təyin əvəzidir. Bunları bilsə də hey danışır, bəlkə də bizə təskini vermək üçün deyinirdi. Bizə də şəxs əvəzliyi. Bircə dənə işarə əvəzliyimiz var. Amma burada deyil, işarə əvəzliklərindən biri. Biri deyir. Deməli, fikir səhvdir də, bir dənə işarə əvəzliyi var. 3 səhv fikirdirsə, testin doğru cavab variantı olur 2, 3, 6. Gördünüzmü? Bizdən səhvi istəmir, səhv fikri götürdük. 5 düz idi deyə 5-ə çıxırsan, 3 səhvdir deyə 3-ü götürürsən. Bu 6 cümlədən cəmi 2 cümləni oxudum və testin doğru cavabı çıxdı artıq. Bu belə. Baxaq görək başqa hansı çətin tipli sual var. Yenə baxmaq istəyirsiniz, bax, uyğun fikirləri istəyir, düzdür? Baxırsınız ki, bax, burada 6 var, düzdürmü? 6 var. Sonra nə var? Baxaq 3 dənə. 3 dənə də 2 var. 6-ya da baxa bilərsən, 2-yə də baxa bilərsən. Gəl birinci 6-ya baxaq. Xəbər uzlaşma əlaqəsində aslı tərəfdir. Uşaqlar, uzlaşma əlaqəsi olması üçün mütləq nə olmalıdır o cümlədə? Mübtəda xəbər olmalıdır. Mübtəda xəbər. Oxu bu cümləni gör, mübtəda xəbəri var. Bir də bu cümlənin mübtəda xəbəri varsa ikisində də deməli 6-cı fikir düz fikir olacaq. Çünki xəbər həmişə uzlaşma əlaqəsində aslı tərəf olur. Fikir olaraq düzdür. Çünki mübtəda ilə xəbər uzlaşanda xəbər həmişə aslı tərəf olur. Baxaq görək cümlənin mübtədası varmı? Bu sözlər mənə bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edirdi. Vəd edirdi nə sözlər? Mübtəda xəbər var, deməli buna görə düzdür bu. Keçdik, pəncərənin pərdəsini yellədərək içəri dolan yaz küləyi sanki özü ilə yeni duyğular gətirir. Gətirir nə yaz küləyi? Mübtəda xəbər olduğu üçün mübtəda ilə xəbərin uzlaşmasında xəbər həmişə aslı tərəfdir. Deməli 6 düz fikirdir. Sənin variantlarının, doğru fikir istədiyi üçün sənin variantlarının içərisində 6 var və 6 olmayan variantı çıxırsan. Düzdür? 6 olmayan variantı çıxdın. Gedib 4-ə baxa bilərsən, 4 olmasa ikisini də çıxa bilərsən. Ya da indi 1-ə bax, 2-yə bax, düzdürsə onu götürə bilərsən. Ya 3-ə bax. Baxıram, bax 3-ə. Mübtəda cəm şəkilçisi qəbul etmiş isimlə ifadə olunmuşdur. Bax, burada deyir. Mübtəda cəm şəkilçisi qəbul olunmuş. Bunun mübtədası nədir? Yaz küləyi. Axı, yaz küləyi cəm şəkilçisi qəbul etmiş isim deyil. 3-ü çıxdıq. 3 səhv fikir olduğuna görə 3 variantın cümlədən çıxdıq. 4, 5, 6 ya da 1, 2, 6. Baxıram. Burada baxaq. Söz birləşməsi mübtədanın ifadə vasitəsidir. Mübtədanın ifadə vasitəsi sözlərdir. Sözlər. Söz birləşməsi deyil ki, yox. Biri də çıxdım.
Bir də çıxandan sonra cavabın oldu Y variantı. 4, 5, 6. Gördünüz? 3 dənə cümlə oxudum, 6 dənə cümlənin yerinə. 3-ünü oxudum, 3-ü cavabda artıq çıxdı. Gördünüzmü? Burada onsuz da ən çox mən nə üzərində getdim? Gördünüzmü? Bu qədər sualda heç feili birləşməyə baxmadım, ismi birləşməyə baxmadım. İndiki zamanda işlənmiş feildir, buna baxmadım. Mübtəda xəbərlə sualımı həll elədim. Uzlaşma əlaqəsini tapdım, hər ikisinin mübtədasını tapdım, sualımın cavabı çıxdı. Oldu nə? 4, 5, 6. Belə. Sonra doğru fikirləri müəyyən edin. Yenə düz fikir istəyir. Bax görürsünüz 2 dənə cümlə var. Keçən il də blok imtahanda düşmüşdü 2025-də. 2026 blok imtahanda da düşür. Bu suallar qaçınılmaz blokda düşür. Vaxt qazanmaq üçün nə edirsiniz siz? Baxıram ki, variantlarda tutaq ki, variantlarda bax 5 variantı çoxdur, ola bilər. Sonra 2 variantı çoxdur, ola bilər. 3 variantı çoxdur, 3 ola bilər. 2, 3, 5. Daha çox olan varianta baxın ki, uyğun fikir istəmir sizdən. Düz istəyir, səhv istəyir. Hə, düzü. Yəni səhv olsa tez onu çıxanda 3 variantınız birdən getsin. Çünki sizin məqsədiniz orada vaxt qazanmaqdır və doğrunu yazmaq. İndi baxıram 5-dən başlamaq istəyirəm. Deyir, şəkilçi qəbul etməmiş isimlər eyni haldadır deyir. Şəkilçi qəbul etməmiş isimlər eyni haldadır. 5 hansı cümləyə aiddir? İkinci cümləyə. İkinci cümlədə şəkilçi qəbul etməyən isimlərə baxıram. Külək, neft, təsəvvür edin, dənizdən əsən külək sahildə duyulan neft qoxusunu qovub uzaqlara aparırdı. Külək adlı haldadır. Neft qoxusunda da neft qeyri-müəyyən yəli haldadır. Deməli, eyni halda deyil ki, yox. Biri adlı haldadır, külək uzaqlara aparır, neftin qoxusunu, neft qoxusu, bu da yəli halda. Deməli, eyni halda deyil deyə 5 səhv fikirdir. 5 səhv olduğu üçün variantlardan tez 5 variantını çıxdım. 5 çıxandan sonra fikir ver, 2 variantım qaldı. 1, 4, 6, 1, 2, 3. Da 1-i gedib mən oxumuram, 1 lazım deyil. 4, 6, 2, 3. Hansını istəsən oxu. Bax gör, bax. Ən rahat gözünə görə hansı görünür bunlardan? Məsələn, bax qısa olan bütün isimlər ümumidir, özdə ortaq fikrə verib. Gör düzdürsə B variantını götür. Səhvdirsə A-nı götür. Hansını oxusan onsuzda. Gəl baxaq. Bütün isimlər deyir ümumidir. Bax, qəsəbə ümumi isimdir. İnsan ümumi isimdir. Haykü ümumi isimdir. Həyət ümumi isimdir. Tonqal ümumi isimdir. Gözə çarpmaq frazeoloji birləşmə. Getdik. Dəniz ümumi isim, külək ümumi isim, sahil ümumi isim, neft ümumi isim, qoxu ümumi isim və s. İsimlərin hamısı ümumi olduğuna görə 3 doğru fikirdir. 3 düz olduğuna görə testin doğru cavabı olacaq 1, 2, 3. Vəssalam. Gördünüzmü? Neçə variant oxudum mən? 5-i oxudum, bir də 3-ü oxudum. Testin doğru cavabı çıxdı. 2 variantla. Özə görürsünüz, blok sualdır, qəbul sualdır. Gələk görək o birisi sual hansıydı? Nümunələr, nümunəyə aid doğru fikir, nümunəyə aid yanlış fikir. Görürsünüz, 3 başlı suallar, son illərin dəbdə olan sual tipləri və bizdən də uyğun fikirlər istəyir. Görək nə var burada? Bax, 3 variantda var. Sonra 1, 3 variantda var. Düzdürmü? 1, 3 variantda var. Və mən 1-ə başlayayım oxumağa. Çünki 3 variantı çıxa bilərəm də 1 olmasa. 1-də nə deyir? Deyir, nümunəyə aid doğru fikir. Bu nümunəyə aid. Həmcins zərfliklərin iştirak etdiyi sadə cümlədir. Bax, 2 başlı sualdır. Bir səndən həmcins zərflik istəyir. Bir də sadə cümlə olmasını istəyir. Həmcins zərflik olmalıdır və eyni zamanda cümlə sadə cümlə olmalıdır. Bax, gör hansı uyğun deyilsə, çıx getsin onu. Səmanın bir küncündə tək bir ulduz parlayırdı. Bax, fikir ver, parlayan nədir? Ulduz. Parlayan ulduzdur mu? Bəli. Və bu ulduzun işığında hər şey daha sakit, daha dərin görünürdü. Görünürdü nə? Hər şey. Ayrı-ayrı mübtəda xəbər olduğuna görə cümlə mürəkkəb cümlədir. Burada nə deyir? Sadə cümlə. Deməli, bu fikir səhvdir. Səhv olduğuna görə tez birləri variantdan çıxırsan. Düzdür? Çıxdın, 2 variantın qaldı. Ya 2-3-dür, ya 3-4-dür. 3 doğru variant olduğuna görə 3-ə baxmırsan, get ya 2-yə bax, ya 4-ə bax. Hansı sənə rahat gəlir? 4-ə baxaq. Təyinlər söz birləşməsindən ifadə olunmuşdur. Deyir, cümlədəki təyinlər söz birləşməsindən ifadə olunur. Baxaq görək cümləyə. Qadın pəncərədən çölə baxır, təyin yoxdur. Yağış damlaları şüşə üzərində iz saldıqca şirin xatirələr bir film kimi gözlərinin önündən keçirdi. Bax, gözlərinin önündən keçən nədir? Xatirələr. Hansı xatirələr? Şirin. Təyinimiz sözlə ifadə olunub, sadə sifətlə ifadə olunub. Burada da yazıb ki, söz birləşməsi ilə. Deməli, 4 səhv fikirdir. Qarşısına baxın, görün, yuxarıda nə yazıb? Yanlış fikir. 4 səhv olduğuna görə, yanlış olduğuna görə 4-ü götürürəm. Deməli, testimizin doğru cavab variantı nədir? 3 və 4. Vəssalam. Buradan yanlış, buradan da doğru. 3, 4. 2 dənə fikir oxudum 4 dənə cümlədən. Və doğru cavabımız çıxdı. Sonra fonetika ilə bağlı bir sual var idi burada.
Baxın birinci sual. Düzdür, 6 dənə söz var. Abituriyent 6-sına da baxa bilər və vaxt apara bilər. Amma belə eləməyin. Deyir, sual işarəsinin yerinə hansı söz yazılsa, hər kiçik üçbucaqda verilən iki fikirdən yalnız biri həmin sözə aid olar. Bax, hər üçbucaqda 2 dənə fikir verilibdir. Bura hansı sözü yaza bilərik ki, bu iki fikirdən biri aid olmalıdır. Bunu necə tapa bilərik? Onda siz nə edirsiniz? Bax, üçbucağın istənilən bir xanasını götürün. Yəni, bu qrafik də ola bilər, nə bilim, Venn diaqramı da ola bilər, fərqi yoxdur. İstənilən bir xanasını götürürəm. Bax, mən bu xanasını götürürəm. Bu xanasını götürdüm, düzdür? Görün, buradakı iki fikirdə oxuyuram. Biri sözə aid olmalıdır, biri aid olmalı deyil. Deyir ki, açıq saitlərdən biri dodaqlanandır. Dodaqlanan saitlərimiz o, ö. Baxıram. Burada yoxdur, bunu çıxdım. Limonadda dodaqlanan sait var, deyilişə baxmalı. Limonad yoxdur, limonadda yoxdur, çıxdıq. Sonra nəşriyyat yoxdur, epopeya aya keçdiyi üçün burada da yoxdur. Operator, bax, operator, operator. İkincidə bax, bilirsiniz ki, o qalır yerində, düzdür? Ona görə burada dodaqlanan sait var. Bax, 1-ə görə 4-ü səhvdir, 1-i düzdür. Düzdür? Keçirəm ikinciyə. Deyilişi ilə yazılışı deyir, fərqlənmir. Bax, fikir ver. Açıq saitlərdən biri dodaqlanan idi. Uyğun deyildi ki buna. Deyilişi ilə yazılışı deyir, fərqlənmir. Amma bunun deyilişi ilə yazılışı fərqlənir. Bu ikisi də buna uyğun deyil. Çıxdıq. Sonra bunun da deyilişi ilə yazılışı fərqlənir. Fərqlənmir deyirsə, ikisi də uyğun deyil. Bunun da deyilişi ilə yazılışı fərqlənir üçün buna uyğun deyil. Gördünüzmü? Deməli, iki variantımız qaldı. Qərinə, bir də operator. İki fikir arasında. Eyni iki samitdən istifadə edilib, bu qərinədə yoxdur. Cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Qərinədə kar samit var? Yox. Eyni iki samit də yoxdur, kar samit də yoxdur. Deməli, qərinə ola bilməz. Doğru cavab olur B variantı. Operatorda baxın, operator. Eyni iki samitdən istifadə edilib r-lar, düzdür. Cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Bu səhv fikir olacaq artıq. Çünki 2 cingiltili, 2 kar samit var. Birinə görə düzdür, birinə görə səhvdir. Cavab olur B. Yəni belə işləyin. Yoxsa sən qərinəni apar, hamısına uyğunlaşdır. Limonada apar, hamısına uyğunlaşdır, səhv olacaq. Bir dənə xananı tut, hamısına uyğunlaşdır. Gör hansı sözü çıxırsansa və görürsünüz mən iki söz arasında getdim, gəldim daha çox. Çünki sizin qapalı sualdan qazandığınız vaxt, yəni seçmə suallarda sərf olunacaq. Çünki onlarda hamısına baxmaq lazımdır. Belə uşaqlar, ümid edirəm faydalı video oldu. Əgər bu tip suallar işləmək istəyirsinizsə və ya deməli şans imtahanına hazırlaşırsınızsa, bilir ki, vaxtınız az qalıbdır. Bizim onlayn qruplarımıza qoşula bilərsiniz ya da əyani qruplarımıza qoşula bilərsiniz. Az müddətdə həm belə üsullarla, həm də ki, imtahan tipli suallarla sizə kömək etmiş olacağıq. Qoşulmaq üçün 055 597 01 51 nömrəsinə yazıb dərslərimizdə iştirak edə bilərsiniz. Sağ olun.